Bilirəm ki, hamınız deyəcəksiniz ki, Sara xanım, xeyri ola, yenə də nəsə göstərirsiniz. Xurma az olduğuna görə mən elə birini göstərirəm. Bax, bu xurmanla mən daima çay içirəm. Hicaz xurmasıdır. Marketə girən kimi hamı bilir ki, mən bu xurmadan alacağım. Tanıyırlar, o dəqiqə yaxınlaşırlar. Sara xanım, Hicaz var. Bəzən Mədinə alıram, bəzən Bağdad xurması alıram. Amma mən bütün izləyicilərimə məsləhət görürəm ki, bax, bu xurmadan yesinlər. Şəkəri də azdır, çox yumuşaqdır, qeyri-adi tamı var. Mən bundan yeyirəm. Amma marketdə deyirlər ki, Sara xanım, burada Erdoğanın, Recep Tayyip Erdoğanın yediyi xurma da var. Baxdım qiymətinə, dedim, əzizlərim, mən Erdoğanla ayaq uzada bilmərəm. O bir dövlətin prezidentidir. Mən də sıradan biri olan jurnalistəm. Yenə də deyirəm, əzizlərim, mən də istəyərəm. Sonra dedilər ki, məhz həmin o Recep Tayyip Erdoğanın yediyi, çayla içdiyi xurma ki var, onu Məhəmməd Peyğəmbər həmişə onunla gündə 2-3 dəfə qidalanıb. Əzizlərim, pulunuz olsa ondan alın, olmasa bax, bu xurma, yenə də deyirəm, hər birinizə məsləhət görürəm, Hicaz xurmasıdır. Alın çayla için, həm bir gün ərzində insana güc verir, enerjisini artırır, əhval-ruhiyyəsində yüksəldir. İnanın ki, bir dənəsindən bir stəkan çay içmək olar. Məndən məsləhət Sara Səfra Bahadurdan.